yaradıcılığı o qədər zəngindir ki, Albirçək Xudmani mənzilində belə böyük kitabxanalarda olduğu kimi kartoteka yaradı. Mən bir xeyli hekayələr yazmışam. Bu hekayələri mərhum böyük xalq şairimiz Səməd Vurğunun məsləhəti ilə, elə onun imzası ilə məni qəbul ediblər Yazarlar Birliyinə. Səməd Vurğunun məsləhəti ilə Gənclik Nəşriyyatına kitabımı daxil eləmişlər hekayələr adı ilə. Bu kitab çıxmalıydı 48-ci ildə. Belə oldu ki, Moskvada yenə erişdim. Ədəbiyyat haqqında qərar oldu. Qərarda deməli Zoşenkonun Sovet həqiqətini düzgün əks etdirməməkdə. Anna Axmatovanı isə salon lirikasını tərənnümdə təqsirlandırdılar. O zaman da belə idi. Madam ki bir şey Moskvada var, onu başqa respublikalarda da axtarırdılar ona münasib. Sovet həqiqətini düzgün əks etdirməməkdə burada bizim gözəl dramaturgumuz, komedioqrafımız Sabit Rəhmanı mənim də kitabım satışa gedəsi vaxtda olub. Hətta belə olub ki, mən özüm görməmişəm, onda mən kim idim ki, mənə göstərsinlər də. Onun ilk nüsxəsini bizim gözəl münəqqidimiz Cəlal Məmmədov rəhmətlik görüb, onun haqqında məqalə yazıb, məqalə çıxıb 48-ci ildə Azərbaycan gənclərində. Həmin dəmdə bu hadisə olduğuna görə mənim kitabımı veriblər oxumağa ki, birdən bunun da içində bir şey olur. Kitabı oxuyublar və məni də salon lirik Axmatovçılıqda salon lirikasını tərənnümdə təqsirlandırdılar. Halbuki mən o zaman Azərbaycanda ədəbi məclislər olduğunu bilirdim. Amma Avropada ədəbi salonlar olduğunu bilmirdim. Mən salon elə bu Bərbarxananın qabağında yazılır. Damski salon, mujskoy, qadın salonu, kişi salonu. Mən onda belə bilirdim. Bir sözlə kitabımı yandırdılar, üzünü də görmədim birinci kitabımın. Sonra o hekayələr daxil oldu mənim kitablarımda çıxdı. Ona görə də ilk kitabım çıxıb mənim 1963-cü ildə və Natəvan haqqında hekayələr. Mənə elə gəlir ki, elə mənim tarixə müraciətim Natəvanla başlanıb. Əslində mənim bir gözəl müəllimim var idi orta məktəbdə. Avasqulağa Bəkxanovun Qudsinin nəslinə mənsub olan xanım müəllimə, xanım Bakıxanova. O bizə tarix dərsi deyirdi. İndi də yadımdadır, səsi qulağımdadır, Neynəva, Bəyən Nəhreyn filan belə. Elə bil ki, məni doldurmuşdu bütün şuurumu o tarixlə, qədim dünya ilə. Birinci kitabım tarixdən Natəvan oldu. Amma ilk mənə, əgər belə demək qabil layiqsə, yazıcı şöhrəti elə bil ki, gətirən, mənim Aləmdə Səsim Var mənim romanı olub. Ta Azərbaycanın görkəmli, böyük, Füzuli davamçısı Seyyid Əzim Şirvani, böyük maarifpərvər ziyalı Seyyid Əzim Şirvaninin mərkəz surətdir. Azərbaycanın 19-cu yüzillikdə maarifə can atması, bütün xalqın, məktəblər açılması, yeni üsullu məktəblər açılması, qəzet çap olunması. Bax, bu dövr elə bir dövr idi ki, elə bir ki, insanlar, ziyalılar ayrılmışdılar. Xüsusilə zadəgan nəslindən olan gənclər gedib Avropa, Rus ordusunda, sıralarında Avropaya da gedirdilər, görürdülər, Rusiyada görürdülər. Burada da eləcə yeni məktəblər başladı açılmağa falan. Bax, mən bu dövrü əks etdirmək istəyirdim. Mərkəzi sima da əlbəttə istəyirdim. Ondan sonra dalbadal tarixi romanlar oldu. Bilirsiniz, mənə hərdən sual verirlər ki, nə üçün mən tarixə müraciət eləmişim? Bunun iki səbəbi var idi. Birinci, mən universitetdə dərs deyirdim. Elə indi də. Dərs deyirdim və tələbələrimin gözündə oxuyurdum ki, müəllimə, heç olmasa sən
həqiqətidir, biz kimik? Bax, biz kimik? Hansı kökün üstündə bitmişik, yetişmişik? Bu millətin varlığını, keçmişini öyrənmək istəyən tələbələrimin gözündə oxuyurdum mən bunu. Mən o dövrdə belə sonralar deyirdilər ki, bunu niyə tutmadılar bilirik. O zaman mən məsəl heç vaxt Azərbaycan gönüllü olaraq Rusiyaya daxil olub deməmişəm. Həmişə istila demişəm. Birinci səbəb bu idi. Tələbələrim məndən tələb edirdilər ki, mən həqiqəti deyim. İkinci səbəb bu idi ki, bizim Azərbaycan tarixini Rusiyanın təkidi ilə, tələbi ilə bir günə qoymuşdular ki, başdan ayağa çörmüşdülər. Baş ayaq eləmişdilər. Bayaq dediyim kimi, gündə bizə bir dədə axtarırdılar. Təki biz Türk dünyasından ayrılaq. Mən isə çalışırdım ki, Azərbaycan tarixindən, mən o zaman Əlyazmalar İnstitutunda işləyirdim. Qədim mənbələri oxuyurdum. Və istəyirdim ki, bu qədim mənbələrdə olan həqiqəti, tariximiz haqqında həqiqəti, gənc nəslə, ümumiyyətlə millətə ədəbi yolla çatdırım. Mirzə Fətəli Axundovun bir sözü var, deyir ki, əgər sən bir dövrdə bir sözü deyə bilmirsənsə, bir həqiqəti deyə bilmirsənsə, onu keçirt ya tarixə, ya başqa məmləkətə. Bu dövrdə də Allahın adını çəkmək olmazdı. Hətta obrazın dilindən. Sən Allah bəsdir, deyəsən, deyilən ki, əşi bəsdir. Allah sözünü dilimizə gətirə bilməzdik. O dövrü yaşamayan gənc nəsil, indiki gənc nəsil, o dövrü ki, yaşamayıb, o bizi çətin başa düşürlər bəzən. Ay, niyə etiraz eləməmişsiniz? Təcrübə edəydin, etiraz edəydin.